Salam əziz işsevərlər. Vakansiya təklifi sadəcə bir xəbər deyil. İşsiz və iş axtaran şəxslər üçün bu həm də şad xəbərdir. Ona görə də bu dəfə sizə vakansiyalar təklifini belə təqdim edirəm. Əziz işsiz və iş axtaran şəxslər, sizə şad xəbərlərim var. Şad xəbərlərdən birincisi odur ki, Nur şəhəri Mingəçevirdə yerləşən Express Bank filial müdiri axtarışındadır. Yaşı 28-45 aralığında olan ali təhsilli şəxslər vaxt itirmədən müraciət edə bilərlər. Maaş ürəkaçandır. Qoy lap dəqiq deyim, maaş 2000-2500 manat aralığındadır. İkinci şad xəbəri də deyim ki, daha bir işsiz şəxsin könlü xoş olsun. Belə ki, Sabirabadda yerləşən İrşad Electronics MMC filial üzrə satış məsləhətçisi axtarışındadır. Bu vakansiya üçün işə götürən ali təhsil tələb etmir. 23-35 yaş aralığında olan işsiz və iş axtaran şəxslər müraciət edə bilərlər. Maaş təklifi isə şəxsin göstəricilərinə görə 400-1200 manat aralığında dəyişə bilər. Qədim Gəncənin işsevər, amma işsiz sakini. Sən həm də avtomobil sevərsənsə, bu təklif əsl sənə görədir. Çünki Gəncədə yerləşən Toyota mərkəzi müştərilərlə əlaqə üzrə mütəxəssis axtarışındadır. İşə götürən bu iş üçün müraciət edən şəxsin ali təhsilli olmasını istəyir. Yaş 25-35 aralığında olmalıdır, maaş təklifi isə 600 manatdan 670 manata qədərdir. Yaşım 60-ı keçib, daha mənə iş yoxdur deyirsinizsə, yanılırsınız. Çünki Əsədoğlu Qrup MMC-nin təklif etdiyi vakansiya 18-65 yaşlı şəxslər üçün keçərlidir. Belə ki, Ağstafada fəaliyyət göstərən Əsədoğlu Qrup MMC IT mütəxəssis axtarışındadır. Maaş təklifi isə 400-450 manat aralığındadır. Təhsiliniz ali, yaşınız 18-dən 65-ə qədərdirsə, bu iş üçün uyğun hesab olunursunuz. Zəfərimizin 5 yaşı ərəfəsində doğma Xankəndimizdə mövcud olan vakansiyanı səsləndirmək tərifə sığmaz qürurdur. Belə ki, Xankəndidə fəaliyyət göstərən Aksis Bankın yaşı 25-45 aralığında olan ali təhsilli, işsiz və iş axtaran şəxslərə bir iş təklifindən daha artıq təklifi var. Deməli, həftənin 5 günü Aksis Bankda müştəri xidmətləri üzrə təcrübəçi olacaqsınız. Həftənin bütün günləri isə doğma Xankəndimizdə azadlığın qoxusunu duyub zövq alacaqsınız. Bu vakansiyalardan hər hansı birinə müraciət etmək üçün ərazi üzrə regional məşğulluq filialına və ya xidmət şöbələrinə yaxınlaşa bilərsiniz. Növbəti vakansiyalarla görüşənədək. Hələlik!